Dostlar arasında en çok istifadə olunan ifadeler. Bugün sizinle bunları bölüşeceğim. Are you ready? Let's get started. So firstly, ne var ne yok deyirik. Bəs bunu İngilizcə necə deyərik? What's up? Eybi yoxdur. Problem değil. Bəs bu sözü necə deyərik? No worries. Thanks. No worries. Başa düşdüm. Bəs bu sözü necə deyərik? I got you. For example, don't stress, I got you. Sakit ol və yaxud da rahat ol sözünü necə deyərik? Chill out. For example, hey, chill out, it's not a big deal. Mənim səhvimdir deyə bir cümlədə işlədirik. Bəzən dostlar arasında işlədilir və bu necə tərcümə olunur ingilis dilində? That's on me. For example, sorry, I'm late. That's on me. Zarafat edirəm. Bunu necə deyərik? You're kidding me. For example, you won the lottery. You're kidding me? Mən razıyam. Yəni sənin fikrinlə razıyam. Bəs bunu necə deyərik? I'm down. For example, wanna grab coffee? Yeah, I'm down. Pis oldu. Və yaxud da təəssüf deyə ifadələrdə işlədirik. That sucks. For example, you failed the exam. That sucks. Gəl gəzək, vaxt keçirək. Bəs bunu necə deyərik? Let's hang out. For example, let's hang out this weekend. Bəs başqa cür mənim səhvimdir sözünü necə işlədərik ingilis dilində? My bad. Bu daha səmimidir, daha informalda. Yəni işlədirik bunu. For example, oops, my bad. Bəs siz bu ifadələrdən hansını daha çox istifadə edirsiniz? Rəy bölümündə qeyd etməyi unutmayın.